Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 5 aprel 2026 tarixində 9-cu siniflər üçün keçirilmiş olan buraxılış imtahanında düşən riyaziyyat suallarının izahını paylaşacağam. 57-ci sualda deyir ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artırıldı? Bunu tapmaq üçün əvvəlki hektarın sahəsindən artırılan hektarın sahəsinə çıxırıq və bölürük əvvəlki sahəyə, vururuq 100%-ə çevirmək üçün və birbaşa elə cavabı tapmış oluruq. Sürətdə 12 bölünsün, 30 vurulsun 100. Sıfırlar ixtisar gedir. 3 ilə 12 ixtisar gedir 4. 4 ona vuranda 40% deməli artırılıbdır. Bu deməli sadə faiz artım düsturudur. Necədir? Əvvəlki qiymətdən çıxırıq dəyişən qiyməti, bölürük əvvəlki qiymətə və vururuq 100-ə. Və bu şəkildə tapmış oluruq ki, o neçə faiz dəyişibdir. Doğru cavab 40% B variantı. Növbəti 58-ci sualda tənini həll edin. Burada tənasüblə biz eləyə bilərik. 3x-ə vururuq 3x, -4-ü 12-yə vursaq -48, x bərabər -48-i 3-ə böləndə -16. Doğru cavab D variantı. Növbəti sual. Tənliklər sistemini həll edin. Y-in yerinə əgər 2x deyirsə, gətirib ikinci tənlikdə y-in yerinə 2x qoyuram və hesablayıram. 7x bərabərdir 21-ə, x də bərabərdir 21-i 7-yə böləndə 3-ə. Y deməli 3-dür. Gətirib birinci tənlikdə x-in yerinə 3 qoyuram və y-i də tapıram ki, y də 6-dır. Deməli 3, 6 doğru cavab olacaq D variantı. Növbəti sual. Növbəti sualda isə deyir K-nın hansı ən böyük qiymətində bu kəsiri cəmi düzgün kəsirdir. Burada dövrdür. Dövrü əvvəlcə kəsirə çevirmək lazımdır. 0,4 dövrdə K-dır. Dövrdəki rəqəmlərin sayı qədər 9, vergül ilə dövr arasındakı rəqəmin sayı qədər məxrəcə 0. Sürətdə isə bu ikisindən, yəni 4K ədədindən çıxıram, əvvəldə duran 4-dür. Üstəgəl digərini də eyni şəkildə məxrəcdə dövrdəki rəqəmin sayı qədər 9, vergül ilə dövr arasındakı rəqəmin sayı qədər 0. Sürətdə bu ikisindən, yəni K4-dən çıxıram, əvvəldə duran K-nı və hesablayıram. Ortaq məxrəcimiz 90. 90-ı burada sürətdə 4K-nı mərtəbə toplananlarına ayırsam, 40 üstəgəl K çıxılsın 4. Digərində isə bunu mərtəbə toplananlarına ayırsam, 10K üstəgəlinsin 4 çıxılsın K olacaq. Və hesablayaq. Aşağı digər məsələni, misalın həllini silim. Və aşağıdan davam edək. Deməli, olacaq bərabərdir 90-da. Ədədləri 1 hesablayırıq, dəyişənləri 1 hesablayırıq. Burada K ilə K gedir. Qalır deməli 10K. 10K, sonra 44 ilə də 4 getdi, qaldı plus 40. Hər tərəfi də 10-a bölsəm, K üstəgəl 4 bölünsün 90. Kəsirin düzgün kəsir olması üçün kəsirin sürəti məxrəcindən kiçik olmalıdır. Yəni K üstəgəl 4 9-dan kiçik olmalıdır. Burada da K 9 çıx 4-dən, yəni 5-dən kiçik olmalıdır. K-nın ən böyük qiymətini soruşur. 5-dən kiçik ən böyük K deməli 4 ala bilər. Doğru cavab D variantı. Növbəti 61-də düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən, gəlin buranı silək, bir düz xətt çəkək. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə, buradan bura qədər məsafə olsun 4. Bu düz xəttdə hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilib. Çəkək 2 dənə mail, hər birinin uzunluğu 5-dir. Maillərin oturacaqları arasındakı məsafəni bizdən soruşur. Yəni, bax, buradan bura qədər məsafəni bizdən soruşur. İlk öncə gəlin, buradan bura qədər məsafəni tapaq. Burada düz bucaq alınır da, hündürlükdür bu. Burada alındı bizdə düzbucaqlı 3 bucaq. Pifaqor teoreminə görə 5-in kvadratından çıxıram 4-ün kvadratını, eləyir 9. Bundan da kök alsam, yəni 3. Bu hissənin uzunluğu 3. Eyni qaydada digər tərəfdə də düzbucaqlı 3 bucaq alındığına görə oturacaq 3 olur və cəmi bizdən bu məsafəni soruşur. 3-ün üstünə 3 gələndə 6 edir. Doğru cavab A variantı. Baxaq növbəti səhifəyə. Növbətidə əbov AB 5-dir. A vur B hasili 75 olarsa, A üstəgəl B cəmini bizdən soruşur. Əgər əbov AB 5-dirsə, yəni A hər hansı bir, yəni burada ortaq olan qiymət 5-dir də. Bir x, y cütü götürsək, bu cüt bir-birindən qarşılıqlı sadə olacaq. Onda A 5x, B 5y ola bilər.
Yəni bu şəkildə verə bilərik. X, Y bir-birindən qarşılıqlı sadə ədədlərdirlər. Və A vur B hasili 75-dir. Yəni 5x vurulsun 5y bərabərdir 75-ə. Buradan tapıram ki, x vur y bərabərdir. 75-i bölürəm. 5 vur 5, yəni 25-ə. 75-i 25-ə böləndə 3 dəfə düşür. Onda mən axı x, y-ə qarşılıqlı sadə ədədlər demişdik. Onda bunlardan biri 1-dir, biri də 3-dür. İndi hansı 1, hansı 3 fərqi yoxdur. Biri 1-dir, biri 3-dür. Onda 5 vur 1, A ədədimiz 5, 5 vur 3, B ədədimiz 15 olacaq. Bizdən də onun cəmini istəyir. 5-in üstünə 15 gələndə doğru cavab 20 edəcək A variantı. Növbəti sual. Növbəti 63-də. Deməli, burada birinci bu ikini mötərizəni vurub açmalıyıq. Bu da müxtəsər vurma düsturudur. Bax, A çıx B, A plus B. Yəni 2x çıx 1, 2x plus 1. Bu A kvadrat çıx B kvadratını verir bizə. 2x-in kvadratı 4x kvadrat eləyir. 1-in kvadratı 1. Bu ikisini də vurub açsam, 4x x-ə vuranda 4x kvadratı, mənfi 4x-i mənfi 3-ə vuranda üstəgəl 12x bərabərdir 35-ə. 4x kvadratları getdi. 12x bərabərdir 1 belə keçir. 35 üstəgəl 1, 36. X də bərabərdir 36-nı 12-yə böləndə, deməli 36-nı 12-yə böləndə eləyir 3. Yəni doğru cavab 3, B variantı olacaq. Sonra növbəti 64-də ifadəsinin qiymətini hesablayın. Burada əsasları eyni olan qüvvətlərin vurulmasıdır. Əsaslar eyni olanda bilirik ki, qüvvətlər toplanır. Mənfi 2A-nın üstünə 6A gəlirəm. Mənfi 2A-nın üstünə 6A gələndə eləyir 4A. Bu 3 üstü 4A-ya bərabərdir. Yəni elə. İndi A-nın qiymətini gətirib yerinə 4də 1-i qoysam, 4-lər ixtisar gedər 3 üstü 1, cavab olacaq 3. Doğru cavab burada 3 hər halda E bəndindədir. 3 burada pozulubdur. Yəqin ki, E bəndində doğru cavab 3 olacaq. Növbəti sual 65-də dairənin radiusu 5 dəfə artarsa onun sahəsi neçə dəfə artar? Dairənin sahə düsturu pi r kvadratıdır və radius 5 dəfə artarsa, yəni bu r 5 dəfə artarsa, burada kvadrat olduğuna görə sahə 5-in kvadratı, yəni 25 dəfə artacaq. Doğru cavab C variantı. Növbəti 66-da AC 7-dir, yəni buradan bura qədər məsafə 7-dir. CB, yəni buradan bura qədər 14-dür. AB məsafəsi, yəni bütöv bu məsafəni istəyir. Təbii ki, 14-ün üstünə 7 gələcəm. 21 olacaq. Doğru cavab A variantı. Növbəti sual. İfadəsinin qiymətini hesablayın. 2 vurulsun. 25-dən kök 5 çıxır. 16-dan kök 4 çıxır. 9-dan da kök 3 çıxır. Və hesablayaq. 10 çıxılsın. 4 üstə gəl 6. Bu da eləyir 12. Doğru cavab 12. Bu da pozulub. Yəqin ki, C variantında 12 olubdur. Doğru cavab 12 olacaq. Növbəti 68-də əbob 30-36-nı tap deyir. Yəni 30 ilə 36-nın əbobunu tapmaq lazımdır. Bunun üçün vuruqlara ayırıram. 30-un vuruqları 2, 15, 3, 5, 5, 1 sadə vuruqlara ayırırıq. 18, 2, 9, 3, 3, 3, 1 və əbob dediyinə görə yalnız ortaqları götürürəm. Bir dənə 2, bir dənə də 3 ortaqdır. Yəni 2 vur 3, əbob 6 olacaq. Doğru cavab E variantı. Növbəti səhifəyə baxaq. Növbəti 69-da bu funksiyasının qrafiki üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Ordinat, yəni y-in qiyməti 3 olan deyir. Apsis, yəni x-i soruşur. Onda 5x çıx 17-ni bərabər edirəm 3-ə. 5x bərabərdir 17 belə keçir. 3-ün üstünə 17 gələndə 20. X də bərabərdir 20-ni 5-ə bölürəm 4. Yəni apsisi olacaq 4. E variantı. Növbəti sual. Kubun neçə tili var? Kubun tilləri, deməli, kubun 6 dənə üzü var və belə deyək, 6 üzü var, 12 tili var. Doğru cavab 8 də təpə nöqtəsi var. Tillərini soruşduğuna görə doğru cavab E variantı olacaq. Növbəti
71. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Deməli, Həsən, Əli və Vüqar var yarışmada. Deyir ki, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Vüqarın qazanma ehtimalına bir P desək, Həsənin qazanma ehtimalı onda 7P olacaq. Əlinin qazanma ehtimalının isə 2 mislidir. Bir də baxaq, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının isə 2 mislidir. Yəni Əlinin qazanma ehtimalının 2 misli 7P eləyibsə, Əli deməli 2-də 7P qazanmada ehtimalı. Buna görə yarışmanı Əlinin qazanma ehtimalını tapın. Yarışmanı Əlinin qazanma ehtimalını tapın. Deməli, burada Həsən, Əli və Vüqar var və hər birinin qazanma ehtimalı 3-də 1-dir. Hər birinin qazanma ehtimalı, çünki 3 nəfər var yarışmada da. Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının isə 2 mislidir. Əlinin qazanma ehtimalını tapın. Deməli, bunu bu şəkildə yazdıq. Gəlin bunu kəsirdən azad edək. Biraz kəsirlə işləməyək də. Bunun məxrəcində 2 var da. Bu 2-ni yox eləmək üçün gəlin hər birini 2-yə vurum. O 2 yoxa çıxsın deyə vururam. Yəni vurmasaz da olar, kəsirlə də işləmək olar. İndi kəsir olmasın deyə bu şəkildə 2-yə vurdum. İndi görək bu üçünün qazanma ehtimalı, yəni cəmi nə qədərdir? 9, 23P. Yəni üçünün 23P-dir qazanmaq ehtimalı. Yəni mümkün halların sayı 23P-dir. Bizdən Əlinin qazanma ehtimalını soruşur. Əlinin qazanma ehtimalı isə 7P-dir. 7P-ni də sürətdə yazsaq, P-lər ixtisar gedir və 23-də 7 olur Əlinin qazanma ehtimalı. Doğru cavab D variantı. Növbəti sual, kəsirini ixtisar edin. Kəsirini ixtisar edin. Burada 4-ü 2-nin kvadratı kimi yazaram. 12-ni 2 üstə n vurulsun. Daha doğrusu 2 üstə 2n. Çünki 4 vur 3 kimi yazacağam. 3 üstə n kimi yaza bilərəm. Burada da 3 üstə n çıx 1. 2 üstə 2n plus 1. Sürəti biraz da sadələşdirib bu əsasları eyni olan bu ikiləri bir-birinə vursam. 2 üstündə 2 üstə gəl 2n. Yəni əsasları eyni olan qüvvətləri vuranda üstlər toplanır. Burada da 3 üstə n çıx 1 vurulsun 2 üstə 2n plus 1. İndi isə əsasları ilə olan qüvvətlərin bölünməsinə gəlir. 2 üstü 2n plus 2n, 2n plus 1-ə böləndə qüvvətlər çıxılır. Çıxanda 2n'lər gedir. 2-dən də 1 çıxanda 1 qalır. Yəni 2 üstü 1, 1 də yazılmır. 3 üstü n-dən 3 üstü n çıx 1-i çıxanda, n-dən çıxanda n çıx 1-i, qarşıdakı çıxma n çıxılsın n plus 1 eləyir. N-lər gedir və yenə də 3 üstü 1 qalır. 1 də yazılmır. 2-ni üzə vuranda 6. Doğru cavab 6 olacaq. 73-də diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. 4 vurulsun A-nın B-dən fərqli elementlərinin sayı 4 vurulsun. A-nın B-dən fərqli elementlərin sayı nə qədərdir? Bax, buradakı da A-nın B-dən fərqli elementlərin sayı. Yəni 2x plus 8 bərabərdir. Yəni A ilə B-nin birləşməsinin elementlərinin sayına bərabərdir. A ilə B-nin birləşməsinin nə qədər elementi var? Elə bunların hamısının cəmidir də 2x plus 8, 3x plus 1, 4x plus 5-dir bu birləşmə. Bunu da hesablasaq 2x, 3x, 5x, 9x, 8-in üstünə 1, 9, üstünə də 5, 14. Yəni bu 9x plus 14-ə bərabərdir. İndi buradan vurub atsaq, x-i tapsaq, 4-ü 2x-ə vuranda 8x plus 4-ü 8-ə vuranda 32. Burada da 9x plus 14. 8x keçir bu tərəfə. 9x-dən 8x çıxanda x qalır. 14 də keçir bu tərəfə. 32-dən 14 çıxanda 18 qalır. Yəni x 18-dir. Bizə deyir ki, B-nin A-dan fərqli elementlərin sayını tapın. O da budur da. B-nin A-dan fərqli elementlərin sayı 4x plus 5-dir. X-in yerinə gətirib 18 qoyacağam. 4 vur 18 gəlin qıraqdan yazaq elə. Qarışmasın. 4x plus 5-dir. 4 vurulsun 18. Üstə gəlsin 5. 4-ü 18-ə vuranda 72. 72-nin üstünə də 5 gələndə 77. Doğru cavab 77 olacaq. Baxaq növbəti suala.
Burada cavabını qeyd edək. 77 deyə. Növbəti 74-cü sualda deyir ki, B bucağı D bucağına bərabərdir. B bucağı D bucağına. Bu şəklin davamı var. Bu şəklin davamı var. Yəni bu şəklə baxım tam. Aha, var, davamı var. Yəni tam şəkli çəkək ki, onun üzərində işləyək. Deməli B bucağı D bucağına bərabərdir. AB bərabərdir OC-yə, bu da A-dır da. AB, yəni bu tərəf bərabərdir OC-yə, yəni bu tərəfə və 6-ya bərabərdir uzunluqları. AO da 5-dir, buranın da uzunluğu 5-dir. CD-ni bizdən soruşur. Bu X-i bizdən soruşur. Baxın, burada oxşarlıq yaranır. Yəni 2 dənə üçbucaq var. Biri COD üçbucağı, biri də AOB üçbucağı. Və bu üçbucaqlardan D bucağı ilə B bucağının eyni olduğunu bilirəm və o bucaqlarda bax bunlar qarşılıqlı olduqlarına görə bərabərdir. Bir üçbucağın iki bucağı uyğun olaraq o bir üçbucağın iki bucağına bərabərdirsə, bu üçbucaqlar deməli oxşardır. Onda oxşarlığın əlamətinə görə uyğun bucağın qabağındakı tərəflərin nisbətləri bərabər olmalıdır. Yəni burada B bucağının qabağındakı tərəfin 5-in B-yə bərabər olan burada D-nin qabağındakı tərəfə 6-ya nisbəti. Burada bu O bucağının qabağında duran tərəfin, yəni 6-nın burada O bucağına bərabər olan bucağın qabağındakı X-ə nisbətinə. Və X də bərabərdir. Tənasüblə həll edirəm. 36, yəni 5X bərabərdir 36-ya. X də bərabərdir 36-nı bölürəm 5-ə. Bu da eləyir 7,2. Doğru cavab deməli 7,2 olacaq. Baxaq növbəti suala. Deməli, ABCD düzbucaqlısında AM DM-ə perpendikulyardır. Tamam. Sonra burada bu düzbucaqdır. AB 6-dır. Bura 6-dır. AM 12-dir. Yəni buradan bura qədər məsafə 12-dir. ADM-in dərəcə ölçüsünü tapın. ADM hardadır? ADM. Yəni bu bucağın bizdən dərəcə ölçüsünü istəyir. Bu AB tərəfi 6-dırsa, aydındır ki, CD tərəfi də 6-dır. CD tərəfi də 6-dır. Sonra bu düz bucaqdır da. Bütün bucaqları düz bucaqdır. ADM-in dərəcə ölçüsünü bizdən istəyir. 12-dir. 12 buradan bura qədər məsafə. 12 buradan bura qədər məsafədir. Bu da düz bucaqdır da, düzdürmü? Bu da düz bucaqdır. Biz bilirik ki, düz bucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olur. Bax, bu 6-dır, bu 12-dirsə, onda bu bucaq deməli 30 dərəcə olmalıdır ki, 30 dərəcənin qabağında duran bu katet hipotenuzun, yəni 12-nin yarısı olubdur. Bu 30 dərəcədirsə, bu 30 dərəcədirsə, onda bu 60 dərəcədir. Axı bu düz bucaqdır. Bu düz bucaq olmalıdır da. 60-dırsa bu hissədə 30-dur. Və bu da düz bucaqlı üçbucaqdır da. Yəni bir bucağı, iki bucağı 30-dursa, digəri də mütləq 60 dərəcə olmalıdır. Bizdən tələb olunan deməli bucağın dərəcə ölçüsü 60 dərəcə olacaq. Baxaq növbəti suala. Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəsini oxuyub qurtardı. Kitabdan neçə səhifə olduğunu tapın. Birinci gün 40%-ni, ikinci gün 5%-ni oxuyubsa, 2 günə 45% oxuyubdur. Görək nə qədər qalıb. 100-dən 45 çıxanda, yəni bütün kitab 100%-də, 55% deməli qalıb. Və qalan səhifə 110 səhifədir axı. Yəni neçə səhifənin, yəni bu kitab neçə səhifə olub ki, onun 55%-i 110-a bərabərdir. Bunu tapmaq üçün 110-u deməli 100-ə vurub 55-ə bölmək lazımdır. Burada 5 ilə ixtisar edirəm 11, burada 20. Bu da 11 ilə 110-u ixtisar edirəm. Burada 10. Onu da 20-yə vuranda 200% edir. Deməli, bu kitab 200% nədir? Bu kitab deməli 200 səhifədir. Baxaq növbəti suala. Baxaq. Növbəti 77-də deyir ki, bu bərabərsizliyin ən kiçik tam həllini tapın. Bərabərsizliyin ən kiçik tam həllini tapın.
Bununla bunu eynidir də ixtisar eləyə bilərəm, amma necə ixtisar eləyə bilərəm? Birinci bunun işarəsinə baxmalıyam ki, mən ixtisar edəndə bərabərsizliyin işarəsini dəyişim yoxsa yox? Yəni bu mənfi ədəddir yoxsa müsbət ədəddir? Bunu bilmək üçün 3-ü kökə salıram, 9 eləyir. Bu da kök hətta 10. Gördüyünüz kimi 9 10-dan kiçik olduğuna görə kök hətta 9 da kök hətta 10-dan kiçikdir və bunun işarəsi mənfidir. Və hər tərəfi mənfi ədədə böldüyümə görə mən bunları ixtisar eləyəndə bərabərsizliyin işarəsi əksinə dəyişəcək. Yəni x 5,5-dən böyük olacaq. 5,5-dən böyük ən kiçik tam həll 6-dır. Doğru cavab 6 olacaq. Növbəti artıq həlli tələb olunan suallara baxaq. Deyir, düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu 2 ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3-ün 4-dədir. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Deyək ki, hər hansı bir ağac da burada var, o da C ağacıdır. Deyir ki, A və C ağacları arasındakı məsafənin, yəni buradan bura qədər məsafənin C ilə B arasındakı ağaclar arasındakı məsafə, yəni buradan bura qədər məsafəyə nisbəti 3-ün 4-dədir. Onda bu 3x olanda bu 4x-dir deməli. Və hər ağacların arasındakı məsafələr də bərabərdir. Hər ağac arasındakı məsafə bərabərdir. Deyək ki, 85 dənə ağac var da buradan arasında. Yəni 85 dənə ağac əkilib. Deməli, A ilə C arasındakı məsafə 3x, C ilə B arasındakı məsafə 4x-dir. Cəmi A ilə B arasındakı məsafə 7x-dir. 7x-dir. A ilə B arasındakı məsafə 7x-dir. Və 85 dənə ağacın arasında 84 dənə məsafə olur da. Yəni 1 dənə əksik. Bax, tutaq ki, 3 dənə ağac əkib. Bu 3 dənə ağacın arasında 3 dənə ağacın neçə dənə arası var? Bax, 1 dənə, 2 dənə. Görsən? 4 dənə ağac əksəm, onun 3 dənə arası olacaq. Yəni neçə dənə ağac əkirəmsə, 1 dənə ərsik olur onların arası. Bu 7x idi aralarındakı məsafə. Bu deməli 84 dənə ağaca bərabər. Yəni 84 dənə arıya bərabərdir və 84-ü 7-yə böləndə 12. Yəni hər aranın uzunluğu, hər iki ağac arasındakı məsafə 12-yə bərabərdir. Ona görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Hər ağacın arasındakı məsafə deməli x-i tapdıq ki 12-dir də. Hər ağacın arasındakı məsafə 12-dir. Və bizə də A ilə C ağacı A-dan başlayaraq neçənci ağacdır deyir. 12-ni 3-ə vururam və tapıram ki, A ilə C arasındakı məsafə 36-dır. A ilə C arasında 36 dənə məsafə varsa, deməli C ağacı 37-ci ağacdır. Doğru cavab olacaq 37. Növbəti 79-da iti bucağın tənbüləni trapesiyanı iki oxşar üçbucağa ayırır. Trapesiya çəkək. A, B, C, D. İti bucağın tənbüləni, yəni bu bucağın tənbüləni trapesiyanı iki oxşar üçbucağa ayırır. Deməli, iti bucağın tənbüləni deyir, trapesiyanı iki oxşar üçbucağa ayırır. Deməli, tənbülən bunun diaqonalıdır ki, buradan 2 dənə üçbucaq ayırsın. Oturacaqları 28-dir, burada 7-dir. Bu iti bucağın tənbüləni ayırıb da, yəni bu tənbüləndir, alfa-alfa. Bunlar paralel düz xəttlərdirlər və bu bucaqla bu bucaq çarpazdılar. Onda bu da alfadır. Ona belə çıxır ki, bu ABC üçbucağı bərabər yanlış bucaqdır. Yəni BC 7-dirsə, AB də 7-dir. Bizə deyir ki, trapesiyanın perimetrini tap. Deməli, bu yan tərəfdə bizə lazımdır. Bu yan tərəfdə bizə lazımdır. İndi baxaq ki, deyir ki, iki oxşar üçbucağa ayırır. İti bucağın tənbüləni trapesiyanı iki oxşar üçbucağa ayırır. Yəni ABC üçbucağı ilə ADC üçbucağı bir-birinə oxşar olmalıdırlar. Bura bir x desəm, bu alfadır. Yəni
bu bucaq, bu alfa bucağı bundan buna bərabərdir. Yəni lap belə deyək də, bu alfa bucağı tutaq ki, bununla eynidir. Burada qalır bu beta, B kör bucağı qalır da. Bu kör bucaq da əgər bu üç bucaqlar oxşardırsa, deməli bu kör bucağa eyni olmalıdır da. Çünki bu iti bucaq da axı bundan eyni ola bilməz. Yəni bu belə çıxdı ki, deməli bucaqları yazdıq. Onda uyğun bucağın qabağındakı tərəfləri gəlin yazaq. Betanın qabağındakı x tərəfinin digər üç bucaqda betanın qabağındakı 28-ə nisbəti, burada alfanın qabağındakı 7-nin, bu üç bucaqda alfanın qabağındakı, deməli, burada alfanın qabağında nədir? Burada alfanın qabağında 7-dir. Digərində isə bu da alfadır da. Bu da alfadır. Bu alfanın qabağındakı x-i yazacağam onda. Çünki bu alfanın qabağındakı tərəfi bilmirəm. Nə bildim bu da alfadır? Çünki bir üç bucağın bucaqları, bax bu betadır, bu alfadır, bu da alfadırsa, o birisində də bu beta, bu alfadırsa, mütləq deməli bu da alfa olmalıdır da. Bu şəkildə yazdıq. İndi çarpaz vursaq x kvadratı bərabərdir 28-i 7-yə vuranda 196, x də olur 14. Deməli, x oldu 14. Bu da x-dir da, bərabər yanlıdır axı bu üç bucaqda. Onda bu da 14-dür. Və tapdıq ki, üç bucağın tərəflərinin biri 28, digəri 7, 7 və 14-dür. Bunları toplasaq, deməli 28, 28, 56. Perimetrimiz olacaq 56. Doğru cavab 56-dır. Baxaq növbəti 80-cı suala. 80-cı sual nədir? Sahəsi bu düsturla verilən düzbucaqlı metal lövhənin sahəsi S1 olan, yəni buranı düzbucaqlı formasında kəsib çıxardıblar. Sonra nə deyir? Şəkildə verilənlərə əsasən qalan hissənin m n-ini x ilə ifadə edin. Yəni bu m-i x-ilə ifadə etməliyəm. X-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var bizdən soruşur. Deməli, gəlin baxaq. Mən deməli, bu böyük düzbucaqlının sahəsini almaq üçün bu içərisindəki bu düzbucaqlının sahəsi ilə bu düzbucaqlının sahəsini toplamalıyam. Düzdürmü? Onda mən buranın sahəsini bilmirəm də. Bu da S3 olsun. Bu S3-ü tapmaq üçün mən mütləq bu bütöv düzbucaqlının sahəsindən, yəni S2-dən çıxmalıyam bu digərin sahəsini S1-i ki, tapım bu neçəymiş görüm sahəsi. S2-dən S1-i çıxıram. S2-miz nədir? S2-miz yuxarıda verib x kubu üstə gəl 2x kvadrat üstə gəl 8x üstə gəl 16-dan çıxacam S1-i. S1 nədir? Çıxma yazmışamsa, buradakı bütün işarələri əksinə dəyişəcəm. X kubu çıx x kvadratı çıx 12x çıx 12. Hesablayaq. X kubları getdi. 2x kvadratdan x kvadratı çıxanda x kvadratı qalır. 8x-dan 12x çıxanda mənfi 4x qalır. 16-dan 12 çıxanda müsbət 4 qalır. Yəni bu olur x plus 2-nin kvadratı. Yox, x minus 2-nin kvadratı. Budur da açılışımız. Deməli, bu düzbucaqlının sahəsi, bax bu düzbucaqlının sahəsi x çıx 2-nin kvadratıdır. Bax bu yan tərəf x çıx 2 veribsə, burada x çıx 2-dir. Sahə necə tapılır? N vurulsun uzunluq. Yəni bu hissə vurulsun bu hissə. Və mənim sahəm x çıx 2-nin kvadratıdırsa, burada x çıx 2-dirsə, deməli bu m də x çıx 2 olmalıdır ki, bunları bir-birinə vuranda, deməli x çıx 2-nin kvadratı eləsin S3-ün sahəsi. Deyir, x-in hansı ən kiçik tam qiymətli məsələnin həlli var. Yəni burada mən x-a ən kiçik nə verə bilərəm? Yəni ən kiçik mən mütləq x-a 3 verməliyəm, ən azı yəni 3 verməliyəm ki, m tərəfinin bir uzunluğu olsun. Çünki 2 versəm 0 eləyər, tərəf 0 ola bilməz. 1 versəm mənfi eləyər. Yəni ən azı x-in qiyməti 3 olmalıdır ki, bu tərəfin deməli bir uzunluğu olsun. Doğru cavab 3-dür. M-i də ifadə elədim. M də oldu x çıx 2. Belə. Baxaq növbəti suala. Növbəti 81-ci və sonuncu sualdır. Bu sualda isə deyir ki, bu tənliyi ilə verilmiş çevrənin daxilində çəkilmiş kvadratın sahəsini tapın. Gəlin bu tənliyi yazaq. X kvadratı üstə gəl x, x-ləri yan-yana yazıram.
üstəgəl y kvadratı çıx 5y. Bərabərdir 29,5. İndi burada x kvadratı üstəgəl x. Mən üstəgəl nə yazsam, bu üçü mənə tam kvadrat verir. Bunu necə tapırdıq? X-in qarşısında duran ədədi 2-yə bölüb kvadrata yüksəldib buraya yazırdıq. X-in qabağında 1 durub, 2-yə bölsəm 0,5, kvadratı 0,25. Buraya yazmalıyam ki, tam eləsin. Sonra üstəgəl y kvadratı çıx 5y. Üstəgəl nə yazsam bu da tam kvadrat eləyər. Yenə də y-in qabağında duran rəqəmi, yəni 5-i yarıya bölürəm 2,5 və kvadrata yüksəldib yazıram bura. 6,25. Bərabərdir. Belə deyim də, mən bunları əlavə eləmişəmsə, 6,25 və 2,5-i 0,25 ilə 6,25 əlavə eləmişəmsə, mütləq buradan çıxmalıyam ki, heç bir şey dəyişməsin. 0,25-in üstünə 6,25 gələndə 6,5 eləyir. Yəni bunu çıxmalıyam. Bərabərdir 29,5-ə. Və bu üçü mənə tam kvadrat verir. X üstəgəl 0,5-in kvadratını, bu üçü də verir. Y üstəgəl 2,5-in kvadratını, 6,5-dir belə keçəndə 29,5-in üstünə 6,5 gəlir. Bu da eləyir 36. Deməli tapdım ki, mənim çevrəmin tənliyi budur. Onda bu çevrəmin radiusu neçədir? Bu r kvadratı daxı çevrə tənliyində. R kvadratı 36-dırsa, r neçədir? 6. Deməli, həmin çevrənin radiusu 6 imiş. Deyir, bu çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Çevrənin daxilinə kvadrat çəkilibdir. Və bunun radiusu da 6-dır. Yəni, buradan bura kimi 6-dır. Belə çıxır ki, buradan bura kimi də 6-dır. Yəni, mənim bu kvadratımın diagonalı 12-dir. Kvadratın sahə düsturu necədir? 2-də 1, D1, D2. 2-də 1, D1, D2. D1 də 12-dir, D2 də 12-dir. 12 vur 12, 144, 2-yə də böləndə 72. Deməli, sahə olacaq 72. Belə, bugünkü imtahanda düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.